Hər bir insanın içində öz dünyası var. Yalnız ona məxsus, yalnız onun anlaya bildiyi bir aləm. Hobbilərimiz isə bu aləmə açılan qapılardır. Maraqlıdır. Sən hansı qapıdan keçirsən? Bəli əziz dostlar, bu gün Magda hobbilərimizdən danışacağıq. Elə isə gəlin sizdən başlayaq. Sizin hansı hobbiləriniz var? Hobbiniz var? Bəli, var. Nədir? Daha çox kitab oxumağa meylliyəm. Elmi kitablara daha çox üstünlük verirəm. Bəli, var. Nədir? Daha çox futbol oynamaq, futbolu çox sevirəm. Həftə sonları da dostlarımla birgə futbola gedirik, əylənirik. Ən çox sevdiyim aktivitetlərdən biridir yəni. Bəli, var. Nədir? Teatrla maraqlanıram, ssenarilər yazıram və musiqi ilə məşğulam. Bəli, dilləri öyrənməyi çox sevirəm. Bir də kitab oxumağa marağım çoxdur. Belə bu formada. Dillərdən ən çox latın dillərini sevirəm. İspan, İtalyan, fransız. Belə digər bildiyim dillər ingilis dili və rus dilini bilirəm. Bu formada. Bir də kitab oxumağı çox sevirəm. Klassikalar olsun, digər kitablar olsun. Hal-hazırda belə oxuduğum kitablar var. Yəni bu formada. Hər bir insanın sevdiyi kimi mənim də hobbim təbii ki yatmaq, bir də yemək yemək. Və sizin? Mənim hobbim əsasən musiqi dinləməkdir. Yəni əsasən zehni məşğul etməyəcək məsələlərlə bağlıdır. Bəli, var. Nədir? Basketbol. Düzdür, bugün hobbilərimizdən danışırıq. Amma nəyə hobbi deyirik? Bax, o müzakirə mövzusudur. Ona görə də gəlin əvvəlcə hobbi nədir? Ona aydınlıq gətirək. Bir növ hobbinin nəzəriyyəsini öyrənək. Hobbi hər bir insanın gündəlik və yaxud həftəlik və yaxud ayda bir dəfə, iki dəfə belə sevdiyi bir işdir. Buna deyilir hobbi. Hobbi əslində ərəb sözüdür də, hub sözündəndir. Hub yəni sevmək. Həbib də ondandır. Həbib, hub, məhbub, sevilən, məhbubə, hobbi hamısı eyni kökdəndir. Yəni mənim sevdiyim bir iş. Sevirəm o işi. Amma burada başqa bir məsələ var. Mənim sevdiyim iş yaxşı işdir, yoxsa pis işdir? Kimsə deyə bilməz ki, bizim yaxşı və pis iş təsnifatımız səhvdir. Xeyr. Ramzi Rövşən demişkən, adamlar bir olmur atan balası. Qorxağı var, igidi var. İndi işlər də bir olmur atan balası. Yaxşı iş var, pis iş var. Kimsə deyə bilər ki, bu subyektivdir, dəyişə bilir. Müəyyən qədər düzdür. Amma heç vaxt, heç kim üçün dəyişməyən pislər var. Heç vaxt, heç kim üçün. Misal üçün, günahsız insanı qətlə yetirmək olmaz. Məsələn, qumara qurşanmaq olmaz. Bu olmazlar. Çünki bu vərdişə çevrilir və insanın həyatını məhvə aparır. Mən öz gözümün şahidiyəm. Azərbaycanımızda da, Bakımızda da təəssüflər olsun ki, belə hallar var. Heç kim buna deyə bilməz ki, bu yaxşı vərdişdir, yaxşı hobbidir. Kiminsə hobbisidir başqasını incitmək, başqasını ələ salmaq, başqasına söz atmaq. Bu hobbisidir. Bu yaxşıdırmı? Xeyr. Başqasını ələ salmaq yaxşı hal deyil, yaxşı iş deyil. Deməli, söhbət hobbidə deyil. Hobbi bir növ vərdiş də demək olar buna, hardasa. Vərdiş. Vərdiş mənim sevdiyim bir işdir. Tez-tez onu görürəm. Hobbi. Amma mənim hobbim nədir? Bax, bu ikinci sualdır. Ən vacib sual budur. Əgər mən kitab oxumağı özümə hobbi seçmişəmsə, nə gözəl. Əgər mən kiməsə yardım etməyi özümə hobbi seçmişəmsə, necə möhtəşəmdir. Mən tanıyıram elə insanlar ki, başqasına qarşı fədakarlıq etməyi özlərinə hobbi seçiblər. Adamlar xidmət etməyi sevirlər. Xidmətdən zövq alırlar. Hobbi, yəni mənim zövq aldığım şey. Hobbilərimiz tədricən yaranır. Birdən yaranmır təbii ki. Mən bir şeyi düşünürəm əvvəlcə. Hardasa görürəm, o mənim zehnimə daxil olur və düşüncə əsasında, zehnimə daxil olub düşünmə əsasında yavaş-yavaş mən onu sevməyə başlayıram. Birinci dəfə. Onun ləzzətini görürəm, insan ləzzət axtarışında olan varlıqdır. Harda ki ləzzət var, insan o ləzzəti dönə-dönə
yaşamaq istəyir, dadmaq istəyir. Bu qədər sadə. Hobbilərimiz xarakterimiz barədə çox şeylər deyir. Çünki bizim xarakterimizi həmin o vərdişlərimiz formalaşdırır. Aristotel nə deyir? Qədim Yunan filosofu. Sizin düşüncələriniz işinizi müəyyənləşdirir. Mən nə düşünürəmsə onu edirəm. Daha doğrusu, mənim etdiyim bir vaxt düşündüyümdür. Davam edir. Əgər işiniz təkrarlanarsa, bu vərdişə çevrilir. Vərdiş bir növ həmin hobbidir. Davam edir. Sizin vərdişləriniz xarakterinizi müəyyənləşdirir. Və xarakter yəni şəxsiyyət. Şəxsiyyətinizi müəyyənləşdirir. Şəxsiyyətiniz taleyinizi müəyyənləşdirir. Filan kəs taleyi necə oldu filan kəsin? Necə oldu həyatını bitirdi? Necə bir adam kimi? Bax onun həyatına, gəldiyi yola. O gəldiyi yol onun taleyini müəyyənləşdirdi. Taley göydən düşmür. Uzun illər sənin yaşadıqlarındır, sənin etdiklərindir. İndi burada bir məqam var. Bir adam xəsisdir, ömründə bir dəfə fədakarlıq eləyib, səxavətli olub, 10 manat pul xərcləyib. Məsələn, bu adama səxavətli demək olar, deyə bilərik, bu adamın xarakteri səxavətli xarakterdir, xeyr. Xarakteri müəyyənləşdirmək üçün o gördüyün iş vərdişə çevrilməlidir, hobbiyə çevrilməlidir, dönə-dönə olmalıdır, uzun müddət olmalıdır ki, insanlar ona desin, bu insan səxavətli insandır. Hobbilərimiz xarakterimizi bəlirləyir, bildirir, bu şübhəsizdir. Mən nəyi sevirəmsə, oyam. Mən nəyə gülürəmsə, oyam. Mən nəyə ağlayıramsa, nəyə təəccüblənirəmsə, şəxsiyyətimdə odur. Hobbisiz insan tapmaq çətindir. Niyə görə? Çünki hobbinin arxasında dediyimiz kimi düşüncə dayanır, təfəkkür dayanır, istəmək dayanır, iş dayanır. Düşünürəm, istəyirəm, həyata keçirirəm, təkrarlayıram, olur hobbi. İndi bir adam tapın, o düşünməsin heç vaxt həyatda. Və yaxud onun heç istəyi olmasın. Və yaxud istəyi olsun, onu təkrarlamasın. Belə adam tapmaq çətindir. Bəlkə də var. Məsələn, sualsız insanlar var həyatda. Təəssüf ki. Mən qarşılaşmışam o insanların. Adamın sualı yoxdur həyatda. Əgər sənin sualın yoxdursa, səni heç nə narahat etmirsə, sən inkişaf edə bilməzsən. Hobbilərdə bir növ sualdır, istəkdir. Bilirsiniz də, ərəb dilində sual sözü istək deməkdir. Sail yəni istəyən, sual yəni istək. Mən başqasından, sual da ona görə sualdır da, istəyim var ki, cavab versin o mənə. Sual, istək. Bir adamın hobbisi yoxdursa, yəni onun istəyi yoxdur həyatda. Yəni onun sualı yoxdur. Çətindir belə adamlar tapmaq. Əgər belə adamlar vardırsa, bu normal hal deyil. Sən nədənsə zövq almalısan həyatda. Depressiyada olan insanları depressiyadan çıxartmağın bir yolu da elə budur. Onun bir istəyini, hobbisini tapaq. Sən nədən zövq alırsan? Bir adam həyatda heç nədən zövq almırsa, o depressiyadadır. Depressiyadan çıxartmaq üçün onun bir dənə hobbisini tapmalıyıq. Meşəyə getməkdən, dənizə getməkdən, yemək yeməkdən, dostunla görüşməkdən, sevgilinlə görüşməkdən, maşın sürməkdən nədən zövq alırsan? Əgər onu tapa bilsək, adamı depressiyadan çıxartmaq olar. Çünki zövq alır artıq həyatdan, artıq depressiyadan çıxır. Beləci dostlar, qonağımız velosiped təlimçisi Səhər xanım Mehmandır. Səhər xanım, xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Əla. Siz necəsiz? Çox sağ olun. Səhər xanım, baxın biz bu gün hobbilərdən danışırıq. Mənə elə gəlir ki, siz çox uğurlu bir qonaqsınız, çünki siz illərdir bu velosiped təlimləri keçirsiniz, amma ilk növbədə o sizin hobbiniz olub. Ona kifayət qədər sadiq qalmısınız, sonra da onu peşəyə çevirmisiniz. Baxın, bu qərarı necə verdiniz? Gəlin hər şeyin başladığı yerə qayıdaq. Mən hələ tələbə adı qazanmamışdım. Dənizkənarı bulvarda velosipeddən istifadə edirdim. Tələbə olandan sonra artıq başa düşdüm ki, velosiped səhərlər mənim üçün dənizkənarı bulvarda idman vasitəsi deyil.
eyni zamanda həyatımın bir hissəsi ola bilər. O dönəmlərdə yeni-yeni tıxaclar yaranırdı və mən bundan istifadə edərək evdə deyirdim ki, mən vaxtında çata bilmirəm, çətinlik olur və beləcə yavaş-yavaş səhər saat 5-də gedirdim, saat 11-də gəlirdim Dənizkənar bulvarda. İlk idman kimi başlamışdım. Sonra gördüm ki, yox, bu maraqlıdır və beləcə bunu həyatıma daxil elədim, günlük həyatıma daxil elədim və 2009-dan bu yana nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edirəm. Hər yerə velosipeddən gedib gəlirəm. Və mənim üçün bu çox xoşdur. Həm fiziki cəhətdən özümü yaxşı hiss edirəm, həm də ki, mənəvi, mental olaraq özümü çox xoşbəxt, enerjili, belə gümrah hiss edirəm. Sərhan, burada velosipedlə gəlmisiniz? Bu gün yox, müəyyən səbəblərə görə səhhətimlə bağlı 1 ildir ki, velosipedə ara verməli oldum, amma çalışdığım qədərilə, yəni düz yollarda, eniş yoxuş olmayan yollarda velosipeddən istifadə edirəm. Düz yolda daha çox, ən çox da şəhərin mərkəzi hissələri var ki, mərkəzi küçələr. İndi bilirsiniz ki, bizdə mikromobillik üzrə mühüm hərəkət başlanıb və həm bu mənim ürəyimcədir, həm də təkan olaraq o şəhərin sıx ərazilərində velosipeddən istifadə edirəm ki, vaxtıma qənaət etmiş olum. Eyni zamanda da bəli, tıxac, mən indi avtomobillə gəldim. Yəni düşünürəm ki, velosipedlə gəlsəm mən daha tez çatardım, nəinki avtomobilə. Həm də ruhsal olaraq əsəbi stres yaradır. Avtomobili idarə etmək. Xüsusilə də 20 yanvar tərəflər. Bəli, yəni bəzən deyirlər ki, xanımlar avtomobili düzgün idarə etmir, amma mən çox təəssüflər olsun ki, bəylərin də heç düzgün avtomobildə istifadə etmədiklərini görürəm. Aha, Səhər xanım, biz istəyirik ki, biraz velo təlimlər necə keçir, bu barədə danışasınız. Velosiped təlimləri çox maraqlı keçir. Yeni insanlarla tanış oluram. Fərqli xanımlarla tanış oluram. Əvvəllər velosipedə maraq var idi. Hansı ki, bu tibb sahəsinin işçiləridir, həkimlər, digər peşə sahibləri maraq göstərirdi ki, xaricə gedəndə mən velosipeddən istifadə etmək istəyirəm. Amma son dönəmlərdə bilirsiniz ki, velosiped yolları salındı və bu bizim insanlarda əməli başlı maraq yaratdı və tələbat daha çox oldu ki, insanlar velosipeddən artıq gündəlik həyat tərzinə çevirməkdən ötürü istifadə edirlər və tələbat çoxdur, xanımlar daha həvəslidir, yəni maraq çoxdur. Təlim prosesi də düzdür, əvvəllər çox çətin gələ bilər xanımlara, qorxu olur, təbii ki, orada balans var, çətin ola bilər, amma zamanla mütəmadi məşqlər nəticəsində onlar adaptasiya olurlar, velosipedə öyrəşirlər, rahatlıqla öyrənə bilirlər. Səhər xanım, başqa hansı hobbiləriniz var? Qaya dırmanma ilə məşğul oluram. Həm açıq havada, həm qapalı məkanlarda xüsusi avadanlıqlar var ki, onun vasitəsilə dırmanma idmanı ilə məşğul oluram. Atçılıqla çox müsbət təsir eləyir o da. Atıcılıq yoxsa? Atçılıq, at çapmaq. O da müsbət təsir eləyir. Qaçışla məşğul oluram. Yəni deməli, başda sağlam həyat tərzi yaşayırsınız. Çalışıram ki, həyatdan haqqını verərək. Bu yəni artıq hobbidən çıxıb da bu daha çox həyat tərzinə çevrilib sizdə. Bilirsiniz, bunların hamısı mənə çox gözəl çevrə qazandırıb, çox gözəl insanlar qazandırıb. Mənim ətrafımda alim də var, professor da var, hərbi xadim də var. Yəni bu insanlar mənim üçün çox əzizdir, dəyərlidir. Hansı ki, mən bunlarla velosiped istifadə edərək tanış olmuşam, qaya dırmanmada tanış olmuşam, qaçışda tanış olmuşam. Yəni bu insanlar mənim üçün əzizdir. Həm də ki, siz deyirsiniz hobbidən, həm hobbimi işimə çevirmişəm, həm də ki, mən düşünürəm ki, insan həyata bir dəfə gəlir, insanın özünə, özündən sonraki nəsillərə danışacaq xatirələri mütləq olmalıdır ki, bunu da mən çalışıram özüm üçün bu xatirələri toplayım. Mənə gəlir ki, sizdə bu çox uğurlu alınır və alınacaq. Çox sağ olun. Səhər xanım, bəs başqa hobbilərinizi heç düşünmüsünüz peşəyə çevirməyi? Əvvəllər var idi, əl işi ilə məşğul olurdum, muncuqlar, bilərciklər toxuyurdum. Bu da mənim üçün çox böyük bir zövq verirdi, sakitləşdirirdi. Olur, ara sıra bəzən olur, müəyyən hörgülər falan, o da həyatın bu sürətli tempini azaltmaqdan ötürü mənə müsbət təsir edir. İndi isə istəyirik ki, sizinlə balaca bir oyun oynayaq. Gəlin, mən sizə hobbilərlə bağlı ən populyar stereotipləri saymağa çalışacağam. Bir neçə siyahı hazırlamışıq. Siz də deyirsiniz, haqlı stereotipdir, yoxsa haqsız stereotipdir. Hazırsınızsa başlayaq. Başlayaq. Əgər idmanla məşğulsansa, yəqin dərslərinə fikir vermirsən. Xeyr.
Haqsızdır. Haqsızdır. Əl işi edən oğlan biraz qəribədir. Haqsızdır. Hobbi ilə məşğul olanın çox boş vaxtı var. Haqsızdır. Hobbi sənə çörək verməyəcək. Dərslə məşğul ol. Qətiyyən haqsızdır. Sizin situasiyanızda bu qətiyyən haqsızdır. Kitab oxumaq hobbi deyil, məcburiyyətdir. Məncə hobbidir. Aha. Ortaq hobbi ilə məşğul olan insanları bir-birinə bəzən bənzədirlər. Tamamilə doğrudur. Doğrudur. Bəli. Yaş artdıqca hobbilərə vaxt olmur. Haqsızdır. Haqsızdır. Hobbi həyatını dəyişdirməməlidir. Müsbət yönü dəyişdirməlidir. Aha. Bu da haqsızdır. Əgər hobbi ilə məşğul olmaq üçün çox pul xərcləyirsənsə, deməli bu artıq hobbi deyil, bir lüksdür. Məncə haqlıdır. Velosipedlərin qiymətini nəzərə alsaq. Amma onun mənə yaşatdığı hissi nəzərə alsaq, onun qarşısında, yəni o Aha. Digər biri. Yalnız introvert insanlar fərdi hobbilərlə məşğul olur. haqlıdır. Aha. Hobbi yalnız praktik və faydalı olmalıdır. Haqlıdır. Məsələn, daş kolleksiyası yığmaq kimi faydasız görünən hobbilər var. Zənnimcə Amma mənəvi olaraq böyük Dərin zövq psixoloji verir. faydası var. Bəli. Aha. Eyni hobbi illərlə dəyişməz qalmalıdır, yoxsa sən qərarsızsan deməkdir. Xarakter məsələsidir. Aha. Əgər sən hobbini yaxşı bacarmırsansa, deməli etməyə dəyməz. Haqsızdır. Haqsızdır. Bir də bu qədər idi stereotiplərimiz. Səhər xanım, bəzi hobbiləri ayrılırlar ki, bunlar varlıların vərdişləridir, bunlar kasıblar. Məsələn, golf haqqında həmişə deyirlər ki, onunla ancaq varlılar məşğul olur. Bu fikirlə razısınız ümumiyyətlə? Razıyam nə hobbi mənada? bir növ status göstəricinə çevrilir. Razıyam nə mənada? Düşüncəsi kasıb olan insanlar əlbəttə ki, bu fikirdə haqlıdırlar. Yəni məncə insanın zəngin olması onun maddiyyat baxımından deyil, mənəvi özünə qazandırdığı duyğulara görə ölçülməlidir. Golf ola bilər zəngin kimi səslənsə də, elə insan var ki, ondan zövq ala bilmir. Amma velosipeddə heç bir zənginlik belə baxanda tələb etmir. Təbii ki, özünə uyğun lüks velosiped alarsan, böyük bir maliyyə tələb edir. Amma iki təkər üzərində xoşbəxt olursansa, fərqi yoxdur, hansı iki təkərdir. Yəni o küləyi doya bilirsən, günəşi qarşılaya bilirsən, pedalı təbəssümlə çevirə bilirsənsə, onun heç bir maddiyyata bağlanacaq bir şəkli yoxdur, yəni. Mən belə düşünürəm. Maraqlı yanaşma. Yəni mənim özümdən deyirəm, əvvəl köhnə sarı bir velosipedim var idi və indi yeni velosipedim var. Yaşadığım duyğular eynidir. Sadəcə kənardakı insanlar okey. Deyə bilər ki, bu brend markadır. O kənardakının verdiyi qiymətdir. Amma mənim onun üzərində yaşadığım xoşbəxtlik, azadlıq, o içdən gələn məmnunluq hissi eynidir. Sevindirici haldır ki, kənar fikirlərdən təsirlənmirsiniz. Bu çox böyük bir xoşbəxtlikdir Səhər Mən xanım. kənar fikirlərdən təsirlənsəydim, bu günlərim velosipedimlə xoşbəxt ola bilməzdim. Baxın, başqa velosiped təlimlərindən başqa hansı fəaliyyətləriniz var? Bizə biraz bu barədə. Bilirsiniz ki, mən Velosiped Federasiyasının üzvüyəm. Bizdə mütəmadi olaraq yarışlar olur, maarifləndirici yürüyüşlər təşkil olunur. Hansı ki, burada bizim məqsədimiz həm federasiyada idmançı, peşəkar idmançı yetişdirmək, eyni zamanda da insanlar arasında velosipedi sosial həyata çevirməkdir, yəni gündəlik həyata çevirməkdir. Bu yöndə bizim həvəsləndirici yürüyüşlərimiz olur. Xanımlardan ibarət də olur, xanımlar və bəylərdən ibarət Daha çox olur. kimlərin marağı olur? Belə statistik bir məlumat verə bilərsiniz. Belə, yəni son dönəmləri nəzərə alsaq, xanımlar daha güclüdür. Daha çox maraq xanımlardan gəlir. Amma xanımların sayəsində də bəylər də gəlir. Yəni amma xanımlar haqqını vermək lazımdır. Xanımlar daha çox maraq göstərir velosipedə son dönəmlərdə. Federasiyanın fəaliyyətindən istəyirik biraz danışasınız. Federasiya mütəmadi olaraq yarışlar təşkil edir. Bu yaxınlarda sezon açılışı yarışı oldu bizdə. Dağ velosipedi, yəni velosipedlər növlərə görə bölünür. Şassi velosipedi var, dağ velosipedi var. Respublika velotrekində şassi üzrə yarışlar keçirildi və dağ velosipedi üzrə Xocəsəndə yerləşən xüsusi hazırlanmış dağ yollarıdır ki, orada velosiped yarışları keçirilir. Yəni
kim istəyirsə hobbisindən peşəkar idmançıya çevrilə bilər. Yəni hər kəs Respublika Velotreksinə yaxınlaşa bilər. Orada uşaq, gənclər və yeniyetmələr üçün məktəb var. Uşaqlarını yazdıra bilərlər. Peşəkar müəllimlər vasitəsilə məşqlərə qoşula bilər və bu tamamilə ödənişsizdir bu məşqlər. Təbii ki, təhsilə heç bir zərər gəlməyəcək. Yəni məktəbdən sonra məşğul olurlar qruplar şəklində. Uşaq ola bilər bəlkə hər hansısa bir uşağın daxilində güclü bir velosiped sevgisi yatır, aşkarlana bilər, şanlı bayrağımızı beynəlxalq yarışlarda dalğalandıra bilər. Yəni çəkinməsinlər, övladların tam sərbəst şəkildə sosial şəbəkələr vasitəsilə Azərbaycan Velosiped Federasiyası yazsınlar, orada əlaqə yarada bilərlər, övladlarını yazdırsınlar, yarışlarımıza gəlib seyr eləsinlər. Yəni vacib deyil ki, məsəl üçün orada mənim heç bir yaxınım yoxdur, amma o yarışda mən özümü tamamilə unuduram. Çünki o uşaqların adrenalini, yarışa qalib gəlmək istəyi falan çox müsbət təsir edir insanlara. İştirak eləyə bilərlər, tamaşaçı kimi test yarışına qoşula bilərlər. Yəni təkcə bizdə idmançılar üçün yox, həvəskarlar üçün də professional şəkildə velosiped yarışları təşkil olunur. Bu yaxınlarda 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş velosiped yürüyüşümüz baş tutdu və Heydər Fondunun vitse-prezidenti Leyla xanım da bizimlə birlikdə iştirak etdi. Yürüyüşümüzə qoşuldu. Xanımlarla birlikdə, hansı ki o xanımlar həvəskar xanımlar idi, yeni velosiped sürməyə başlayan xanımlar idi. Biz təqribən 3 kilometrə yaxın məsafəni qət etdik. Dənizkənarı bulvar ərazisində idi bu bizim yürüyüşümüz. Çox maraqlı keçdi. Həm bayram abu-havası idi, həm də bizim artıq velosiped yolumuz var və biz velosipedçi olaraq öz şəxsi yolumuzdan bəli, istifadə edərək yürüyüşü təşkil edirik. Bu bizim üçün xüsusi zövq verdi. Leyla xanımın iştirakı da bizə həm gücü motivasiya verdi, həm stimul verdi ki, biz birlikdə Azərbaycan qadını olaraq sağlam həyat tərzinə birlikdə addım atırıq. Bizim üçün çox maraqlı idi. Unudulmaz xatirə dolu gün yaşadıq. Mütəmadi olaraq yürüyüşlərimiz davam edir. Kimsə qoşulmaq istəyirsə, bizi sosial şəbəkə vasitəsilə izləsin və bizim yürüyüşlərimizə qatıla bilər. Yaşından asılı olmayaraq, istər bəylər, istər xanımlar, hər kəs qoşulub iştirak edə bilər. Maraqlıdır Səhər xanım. Təşəkkür edirik vaxt ayırıb gəldiyiniz Buyurun, üçün. mən Gələcək təşəkkür edirəm. fəaliyyətinizdə də sizə bol-bol uğurlar arzu edirik. Çox sağ olun, minnətdaram. Mənim üçün çox xoş oldu. Studiyanın enerjisi, sizin enerjiniz mənə çox xoş təsir elədi. Sizə də uğurlar arzulayıram. Çox sağ olun. Sağ olun. İndi isə maraqlı faktların vaxtıdır. Yaponiyada ən məşhur hobbi quruyan yarpaqları toplamaqdır. Məşhurlaşan qeyri-adi hobbilərdən biri də ekstremal ütü hobbisidir. Belə ki, insanlar paraşütdən tullanarkən, suyun altında və ya dağda ütü aparatı ilə paltar ütüləyirlər. Dünyanın ən hündür velosipedi 35 metrdir. Ginnesin rekordlar kitabına düşən bu velosiped Niderlandda yaranıb və onu idarə etmək çox çətindir. Oyuncaq səyahəti hobbisi barədə eşitmişdiniz. İnsanlar sevimli oyuncaqlarını fərqli ölkələrə göndərirlər. Başqaları da o oyuncaqlarla gəzir, şəkil çəkdirir və səyahət gündəlikləri yazırlar. İlk dağ velosipedi 1970-ci ildə Kaliforniyada istehsal olunub və ekstremal sürüşlər üçün nəzərdə tutulub. Belə dostlar, hobbi yalnız əyləncə deyil, bəzən də gələcəyin açarıdır. Hardan bilirsən, bəlkə bugünkü hobbin sabah səni milyonçu etdi. Əsas odur sevdiyin işlə məşğul ol. Bizdən isə bugünlük bu qədər. Sağ ol.